Ədalət, zülm etməmək və hər kəsə öz haqqını verməkdir. Bu, hər bir məsələdə orta həddi gözləmək və İslam qanunlarına uyğun davranmaqdır. İnsanın özünə qarşı ədaləti, doğru yola yürüməsi, başqalarına qarşı ədalətli davranması və haqq sahiblərinə haqqını verməsidir. Uca Allah buyurur: Allah sizə əmanətləri öz sahiblərinə verməyinizi və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi buyurur. Muhammed Peyğəmbər sallallahu buyurur: Bir saat ədalətli davranmaq 70 il ibadətdən, gecələrini namaz qılıb, gündüzlərini oruç tutmaqdan daha xeyirlidir. Bir saat ədalətsiz hökm etmək isə Allah qatında 70 il günah etməkdən daha ağır günahdır. İmam Əli əleyhissalam buyurur: Ən gözəl əxlaq səxavət, ən çox fayda verən isə ədalətdir. İmam Sadiq əleyhissalam buyurur: Allahdan qorxun və ədalətli olun. Belə ki, siz ədalətsiz xalqları özünüzlə qınayırsınız.